Salam, hər vaxtınız xeyir. Düz xətlər aydı 23-cü məsələyə baxırıq. ABCD polleqramının AB və AD tərəflərinin tənlikləri və BC tərəfinin orta nöqtəsi verilib. Qalan tərəflərin tənliyini yazmaq tələb olunur. AB tərəfinin tənliyindən bucaq-əmsalını tapdıq -4/3. AD tərəfinin tənliyindən bucaq-əmsalını tapdıq 12/5. AB DC-yə paralel olduğundan CD tərəfinin bucaq-əmsalı, CD düz xəttinin bucaq-əmsalı AB-nin bucaq-əmsalına bərabər olacaq, yəni -4/3-ə. BC tərəfi də AD tərəfinə paralel olduğundan AD-nin bucaq-əmsalı 12/5-dirsə, BC tərəfinin də bucaq-əmsalı 12/5 olacaq. Əlavə olaraq BC tərəfinin keçdiyi nöqtələrdən biri bizə məlumdur, Y nöqtəsi. Koordinatları -2, 6/13. Onda biz BC tərəfinin tənliyini yaza bilərik. BC düz xəttinin bucaq-əmsalına K4 deyək, bu bərabər olacaq K2-yə, bu da bərabər olacaq 12/5-ə. Çünki AD BC-yə paraleldir. Paralel düz xəttlərin bucaq-əmsalı bir-birinə bərabər. BC tərəfinin bucaq-əmsalı tənliyini yazaq. Y çıxılsın. Y 0 olacaq. 6/13 bərabərdir. Bucaq-əmsalı 5/12 vur. X çıx. X 0-dən -2 olacaq. -2. Y bərabərdir. 12/5 X üstə gəl 5/6 üstə gəl 13/6. Buradan Y bərabərdir. 12/5 X üstə gəl 3. Düz xəttin bucaq-əmsallı tənliyidir. Kx plus 5 şəklində. Hər tərəfini 12-yə vursaq 5x çıx 12 Y üstə gəl 36 bərabərdir 0 şəklində də yazmaq olar. Bu düz xəttin ümumi şəklidir. BC tərəfinin tənliyini yazdıq. İndi isə keçək CD tərəfinin tənliyini araşdıraq. CD tərəfinin bucaq-əmsalını bilirik. CD tərəfindən bucaq-əmsalına K3 desək, K3 bərabərdir K1-ə. Yəni AB tərəfinin, AB düz xəttinin bucaq-əmsalına -4/3-ə. Amma keçdiyi nöqtələrdən bizə məlum olan yoxdur. Heç bir nöqtəsi bizə məlum deyil. Amma biz C nöqtəsini tapa bilərik. B nöqtəsini tapıb, B və C nöqtələrinin uyğun koordinatlarını toplayıb yarıya bölsək, bizə Y nöqtəsinin koordinatlarını verər. B nöqtəsini necə tapmaq olar? AB və BC düz xətlərinin kəsişmə nöqtəsidir B nöqtəsi. Biz bunu tapa bilərik. AB tərəfinin də tənliyi var, BC tərəfinin də tənliyini yazdıq. Odur ki, biz BC tərəfinin tənliyini yazaq. 5x çıx 12y üstə gəl 36 bərabərdir 0-a. AB tərəfinin də tənliyini yazsaq. AB tərəfinin tənliyi bizə verilmişdi. 3x üstə gəl 4y çıx 12 bərabərdir 0. Bu sistemi həll edib B nöqtəsinin koordinatlarını tapmaq olar. Bunun hər tərəfini 3-ə vursaq 5x çıx 12y üstə gəl 36 bərabərdir 0. 9x üstə gəl 12y çıx 36 bərabərdir 0. Tərəf-tərəfə toplasaq bunları 14x bərabərdir 0 alınar. X bərabərdir 0. 0-ı yerinə yazdıqda 12y bərabərdir 36. Y bərabərdir 3 olar. B nöqtəsinin koordinatlarını tapdıq 0, 3.
İndi B və C nöqtələrinin uyğun koordinatlarını toplayaq. Yarıya bölək. Y nöqtəsinin koordinatlarına bərabər edək. Uyğun koordinatlarını. C nöqtəsinin koordinatlarını A, B götürək. Y nöqtəsi verilir -2, 6 da 13. B nöqtəsinin koordinatlarını tapdıq 0, 3. A üstəgəl 0 bölü 2 -2. B üstəgəl 3 bölü 2 bərabərdir 13 bölü 6. A bərabərdir -4 çıxır. B bərabərdir. İxtisar edəsək onları. 3, 13 bölü 3. 4 tam 3'də 1 çıxır 3. 1 tam 3'də 1, 3'də 4. C nöqtəsinin koordinatlarını tapdıq. -4, 3'də 4. C nöqtəsinin koordinatlarını tapdıq. -4, 3'də 4. Və CD düz xəttinin bucaq əmsalında bilirik. -4 4-ə bərabərdir. Düz xəttin bucaq əmsalı tənliyin yazaq. CD düz xəttinin bucaq əmsalı tənliyi. Y çıxılsın. Burada Y0 3'də 4 olacaq. Bərabərdir. Bucaq əmsalı. -4'də 3. -4'də 3. X çıx. X0, Y0. X0'da -4 üstəgəl 4. Dörtdə 3 x üstəgəl. Yox, çıxılsın 3. -4'də 3 vur 4. Çıx 3. Burada Y bərabərdir. -4'də 3 x çıx 3 üstəgəl 3'də 4. Y bərabərdir. -4'də 3 x -5 bölü 3. Hər tərəfini 12'yə vurub ümumi şəklə də salmaq olar, belə də saxlamaq olar. Gəlin vuraq 12y bərabərdir. 12'yə vursam -9x çıxılsın 20. 9x üstəgəl 12y üstəgəl 20 bərabərdir 0. CD tərəfində tənliyi yazdıq.